Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Fe inne astaqal hadisi kitabullah ve hayrul hadi hadi Muhammedin sallallahu aleyhi ve sellem ve şerrul umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalale ve kulle dalaletin finnâr. Çok arkadaşlar, her birinize Allah subhanahu bereket versin. Allah subhanahu sizleri korusun. Allah subhanahu onun hak dininde sizi sabit eləsin. Ve Allah subhanahu dilerim ki bizim üçün bu dünyadan köçərsən gözəl sonluq nəsib eləsin. Əsas odur. Və bu sonluqdan götürülür. Məsələn, bir alimin yanına yaxınlaşırlar. Deyirlər ki, filan kəs var idi. Belə də dini tərk elədi və ya namaz qılmır. O da heç təəccüblənmir. Deyir ki, bəs filan kəs deyirəm, nədir, dini tərk elədi, dindən çıxdı. Sən heç təəccüblənmədin deyir. Deyir, o hal deyir, mənim üçün təəccüblü deyir, o adi bir şey. Sən Mədinən ki, deyir, filan kəs 20 il idi, 30 il ibadət edirdi və o üzərində dünyasını dəyişdi. Bu deyir, bax, təəccüblü bir işdir. Bunun için de ne demək lazımdır arkadaşlar? Çalışmaq lazımdır. Yəni əməllər zahir insanlar üçündür. Daxil isə Allah subhanahu ta'ala üçündür. Ona görə insan nə etməli? Daim bununla mübarizə aparmalıdır. Yəni daxili düzəltməyə, niyyəti. Ola bilər zahir sənin içində yaxşı abid, hətta mömin, mühsin. Amma sən özünü yaxşı tanıyırsan, sən özünü yaxşı bilirsən. Yəni sən osanmı, yoxsa o deyilsən. Ona görə elhamdülillah Allah'ın izniyle daim insan eləməlidir, öz üzərində çalışmalıdır, heç buraxmalı deyil. Necə qabaqlar bir neçə misal çəkmişəm. Misal üçün, qardaşlara çox vaxt sual yaranır. Ki biz misal üçün hidayət olanda imanımız sanki indikindən daha çox yüksək idi. Daha çox əməl eləyirdik, güclü idik imanımız. Biz 20 ildir misal üçün keçib üstündən, sanki elə gəlir ki, mənə qardaşlar deyir, 10 ildir keçib üstündən, yaxud 5 il keçib üstündən, təzə hidayət 1 ay, 2 ay olanda olduğum iman əldə yoxdur indi. Bunun yəni sirri nədir? Bunun sirri odur ki, qardaşlar, biz adi düzdür çoxumuz biz fərz namazının sözlərini belə bilmirdik. Ola bilmirdik, düzdürmü? Yəni elmdə öyrəndik bunu. Fərz ibadəti öyrəndik ki, Allah subhanahu ta'ala necə ibadət eləməliyik. Sonra nədik? Onun ratibət sünnətlərini öyrəndik ki, 12 rükət ratibət sünnətləri başdan əməl eləməyə. Sonra nədin? Yavaş-yavaş hansısa bir hədis öyrəndin. Yavaş-yavaş bildin ki, saqqal da Allahın əmridir. Düzdürmü? İsbal. Bu hamısı nədir? Elmdir. Məscidə getmək, cəmaat namazı qılmaq, cümə namazına getmək, xəstə ziyarət eləmək, qardaşın ehtiyacı varsa ona kömək eləmək, biz də bacarırsansa. Təkcə yəni şərt deyil. İnsan yəni ki, maddi cəhətdən. Ola bilsin insan mənəvi insana elə bir kömək eləyər ki, o vallahi ki, o maddi cəhətdən çox yəni üstün olar. Bəli. Deməli, nədir məsələ problem? Problem odur ki, qardaşlarım, biz artıq dayanmışıq. Yəni əməl eləmirik. Daha doğrusu elmimizi artırmırıq. Əməl nədir? Həmənki əməldir. 5 il bundan qoq, 10 il bundan qoq, nə öyrənmişdik? Hansı şeylər idi? Onların üzərində qalmışıq. Artıq artırmırıq. Və iman da təzələnmir, artmır. Bunda sən də artırdı. Bilmirdin, misal məscidə getmək, gedirdin məscidə. Yaxud hansı bir xeyir əməl və s. Öyrənirdin, əməl edirdin və iman qalxırdı. Artıq gün içində olub dayanıbdı. Niyə görə artırmırsan? Həmən şeylərdir, yəni nə artırırsan, nə edirsən? Nə bildiyin elbə ki, 5 il bundan qola, nə bilirdin, olur. Sonra Quran əzbərləmirik, misal olaraq deyirəm, hədis oxumuruq və yaxud da hansısa bir dərsə baxıb bir qeyd aparmırıq, düzdürmü? Amma halbuki gün içində misal üçün, indi Allah qardaş dünyasını demişdi, Allah onun günahlarını bağışlasın. Gün içində hər birimiz yəni ki, hazır olmalıyıq belə məclislərə. Fərqi yoxdur. Yəni o danışmaq elə bil ki, yəni şərt deyil ki, tələbə olmalı, gəlib orada danışmalıdır.
və yaxud da cənazəni qıldırmalıdır. Bunların hamısını hər birimiz bilməliyik. Çünki bunlar əgərlərim tələbə yoxdursa, nədir? Hər birimizin üzərinə vacibdir. Fərdül ayn olur. Fərdül kifayə nə vaxt olur? Yəni ki, belə deyək, getsən savab qazanırsan, getməsən günah qazanmırsan. O vaxt ki, məsələn 5 insan, 3 insan o insanın cənazə namazını qıldır. Artıq düşür o birisi müsəlmanlar üzərindən. Amma bir müsəlman dünyasını dəyişərsə, onun ümumiyyətcə cənazə namazını qılan olmazsa, o halda bütün müsəlmanların üzərində vaciblik düşür. Və budur qardaşlar, nə etməliyik? Yəni baxmalı deyirik ki, o bizim birimiz misal üçün neçə illərdir artıq ibadət edir. O bizim harasa misal üçün Quran oxumağımızda problem var. Deməli onu düzəltməliyik. Bizim ki namazda oxuyarkən xatalar eləməyək. Misal üçün ola bilsin ki, hansısa namazın rükunlarında problem var, sünnələrində, vacibətlərində, şərtlərində nə edəcəksən? Bunları yəni üzərində işləyəcəksən. Elm olaraq bunu yəni. Elm heç vaxt yəni ki birdən-birə olmur. Misal üçün götürək dünya məsələsini. Sən hansısa bir iş qurursan, iş öyrənirsən. Bu dünyadır. Sən onu birdən-birə girişsən, hətta əlində belə pulun olsa, nə edəcəksən? Yəni ziyanla çıxacaqsın. Amma hissə misal üçün onu hər tərəfli bilərək, öyrənərək daxil olsan o işə, nə edəcəksən? Allahın izni ilə ziyan da olsa o dərəcədə olmayacaqdır. Bu da belə. Bizdə problem nədir? Biz məsələn aşağıdan yuxarı getmirik. Hamıya şamillənmirəm. Əksəriyyət yəni qardaşların, müsəlmanın halı budur. Deyirlər, bu balaca məsələdir, mən bunu deyirəm, gedir böyük məsələ. Ya gedir düşür təkfirə, ya düşür təkfir fikrinə, ya həddadilik fikrinə düşür, ya da ki həddi aşır bəzi məsələlər. Niyə görə ona görə ki, qardaş, məsələlərin əslini bilmir. Məsələlərin əslini bilmir. Məsələ əsildən başlayır, əsasdan başlayır. Bütün yəni ki, elm. Əsası qurmadınsa, düzdürmü? Nə edəcəksən? Yəni, mümkün deyil ki, sən bir evin, fundamentin, bünövrəsin düzgün şəkildə, yaxşı tökmədinsə, o ev nə qədər gözəl olsa belə tikdiyin bu müvəqqəti bir şeydir. Nə vaxtsa bir yüngül bir zəlzələ olmağına, yaxud da güclü bir külək olmağına bilirsiniz, aşacaqdır və yaxud çat verəcəkdir. O da zəiflədəcəkdir onu. Bu da beləncə biz elə. Biz əgər qayıtmasaq, bünövrənin möhkəmlədə qalxmasaq, o halda nə olacaq? Yəni, belə gələn Allah qorusun fitnələr, fəsadlar bizi laxladacaqdır. Aşırtmasa da, şübhələr düşəcəkdir. Bəlkə o tərəf düzdür, bəlkə bu tərəf düzdür. Görsən insanları bəlkə yanar. Nədəndir o? Nədəndir o? Ona görə ki, ondandır ki, bu insan yəni dinini bünövrədən başlamayıbdır. Qurmayıbdır üst. Gelib düşürməsin, biliyorsun, hakimə məsələsinə. Düzdür, nə deyir? Siz deyir, yaltaqlarınız hakimə dua eləməklə. Əuzubillah, Allah sığınır bu şeydən. Nəyə görə yaltaqlanaq? Yəni, nə səbəbə yaltaqlanaq? Biz deyirik sadəcə, bizim hakimimiz güclü olsa, millətimiz də güclüdür. Düzgün qərarlar verdi, düzdürmü? Məsələn, o boyutuna müharibə, qələbə salındı. Sözsüz ki, onun qərarı ilə və əsgərlərimizin, millətimizin, xalqımızın gücü ilə, köməklə bir yerdə. Amma o düzgün qərarlar verməsəydi, nə qədər güclü olsun. Necə olacaqdı? O gecidi, məsələn, bura gedirməli, gecidi bura gedirməli, məhv olacaqdı, düzdürmü? Biz də nə istəyirik Allahdan? Allahdan istəyirik ki, onun güclü olmağını, qüvvətli olmağını, din üzərində qüvvətli olmağını. Bu da ki, bizim dinimizdəndir. Bunu da biz ibadət olaraq görürük. Vallahi ki. Bu ibadətdir özü. Yəni, başçıya dua eləmək, müsəlman başçıya dua eləmək. Bu ibadətdəndir. İbadətdir. Və insanlar da görürsən, düşürlər nəyə? Problemlərə düşürlər və bundan. Nədən? Yəni ki, bilmirlər. Neçə insanlar var ki, böyük məsələlərə girişiblər, insanları təkfir edirlər. Mallarını halal görürlər müsəlmanların, namuslarını halal görürlər. Deyirsən ki, açsan Quranı ki, bir kəlmə buradan Fatihə surəsindən oxu, görürsən ki, nəsə oxuya bilmir. Halbuki deyirsən ki, yaxşı qardaş, necə ola bilər ki, sən bir nəfər oğurluq eləsə, tutaq ki, düzdürmü? Hökm nədir? Əl kəsilməlidir. Sən o insanın əlini kəsə bilərsənmi? Və tutaq kəsə bilərsən, haradan kəsəcəksən? Haradan kəsəcəksən?
Buradan keçəcəksən, buradan keçəcəksən, qolun dibindən keçəcəksən, buradan vuracaqsan. Hardan belə bilərsən onu? O insana sual veririk də. Əgər deyirsən ki, kəsirəm əlini, o tutar, 2 nəfər oğruq elədi, 2 nəfər tutsun qolundan, 1 nəfər kəssin. Kəsə bilərsən, deyir ki, yox, o mənə tək kəsə bilərəm, o hakimin işidir. Bir ikinci sən nə bilirsən, onun uğradığı şey o düşür, onun həddə düşmür ki, əl kəsməklə. Kim biləcək onu? Yəni hakim biləcəkdir. Yaxşı, sən deməli insanın bədən üzvünün bir hissəsinin hökmünü verə bilmirsən, deyirsən ki, onu qaytarırsan hakimə. Və necə ola bilər ki, sən insanın tamamilə bütöv cəsədin hökmünü verəsən? Biz nədəndir? Cahillikdən. Kafir dedi, kafir deməklə qutarır ki, bunun fəsadları var. Nədir? İnsan qardaş sabah öldü, düzdürmü? Gün üçündə ölən kafir olsun, sən ki, onun cənazəsini duracaqdın, qılmayacaqdın, düzdürmü? Dəfində iştirak edin, eləməyəcəkdin. Müsəlman qəbirstanında dəfn edilsin, eləməyəcəkdin. Gör insan nələrdən məhrum olunur bununla. Və üstəlik mirasına belə yiyələnmir. Və görürsən, balaca baxdığı şey nə böyük nəticələr verir. Sabah isə görürsən ki, həmən o təkfir eləyən insan neyinir? Nəfsi ilə bacara bilmir, gedib mirasına yiyələnir. Halbuki sağlığında o insan, olmasa atasıydı, olmasa anasıydı, təkfir eləyirdi onu. Kafir sayırdı. Deyir ki, kafirdir, gedir, nədir? Hardansa deyir ki, yox, mirasına yiyələnir, hardansa özünə belə yollar taparaq. Nəfs. Bizim nəfsə qayıdır. Və həmçindəki insanın bu yol düşməsi nədir? Cahilliyindən də olmaq ki. Cahilliyindən, bilməzliyindəndir, ağıl naqisliyindən. Görürsən ki, insanları qurcalayırsan, görürsən bu şeyləri. Ümumi olaraq da bu toxunduq həm oradan, həm buradan. Yəni, əsas, məqsəd nədir ki, biz nə etməliyik? Yaşa baxmalı deyilik, öyrənməliyik. Qardaş, işə baxmalı deyilik, öyrənməliyik. Yəni, biz dayana bilməliyik. Nə vaxt dayanacağıq? Artıq ölüm gələndən sonra. Necə İmam Əhməd, rəhməlullah, artıq ölüm anında tələbələr dizdirirlər ona kəlmə-i şəhadətin. Düzdürmü? O da deyir, heləm yox. Artıq tələbələr başlayır şübhəyə düşməyə ki, yəni nə oldu bu şeyxə də belə, yəni bu günə kimi, yəni nə bizə dediyi şeylə əməli düz olmayıb mı? O da şeytana deyirdi, heləm yox. Şeytan o deyir ki, artıq tutardı hər şey, bitdi. Artıq cənnətdəsən. O deyir, heləm yox. Heləm yox yəni ruh bədəndən çıxmayınca, yəni heləm yox. Ruh bədəndən çıxdı, artıq Allahın izniyle ya cənnət, ya cəhənnəm. Allah qorusun cəhənnəmlə və Allah subhanət hər birimizi və işdən bizi, qardaşlarımız, bazılarımız cənnət əhlin eləsin. Heç eləm yox. Amma sonra nə edir? Yəni tam onu sənədi ilə gətirir və sonra axırda deyir, kimdir axır kəlməsi ilə əşhədən la ilahe illallah varsa, o cənnətə daxil. Onu deyir, dünyasını dəyişir. Budur. Bu nəticə nədir? Yəni daha doğrusu ibrət. Odur ki, yəni dayanmaq olmaz. Biz güclü olmasaq, qardaşlar, biz özümüzü düzəltməsək, nə övladlarımızı düzəldə bilərik, nə ətrafımızı düzəldə bilərik, nə qonşularımızı və heç kimi. Ona görə də birincisi öz üzərimizdə işləyəcəyik. Yəni demirəm, kimdəsə nələrsə var, nələr yox, sadəcə artırmaq lazım, daha çox. Yəni, əlhəmdülillah, necə ki, qeyd elədik əvvəlindən, yəni hərə özünü bilir, nə var, hansı elm var, və yaxud hansı əməl var, və yaxud hansı günahımız var. Düzdürmü? Və əsas da ki, insan təkləşəndə nələr eləyir? Yəni insanlar içində eləmək asandır. Təkləşəndə hansı ibadətlər eləyirsən tək Allahdan qalanda? Hansı zikirlər eləyirsən? Nə qədər Quran oxuyursan? Və budur. Nə sədəqə verirsən? Bu daha əfsəldir və daha artıqdır. Təkləşəndə gedib oturub telefonda nələrsən baxırsan? Allahın sənə haram buyurduqlarına. Yoxsa neyinsən? Yəni, yaxşı şeylərə mi baxırsan? Çünki bilirsiniz, gün içində ən böyük fitnədir bu qardaşlar. Düzdür, həm neymətdir, həm də böyük fitnədir. Hər biri üçün, həm böyüklər üçün, həm uşaqlar üçün. Çox böyük fitnədir. Qabaq deyirdik, televizor fitnədir, amma halbuki gün içində bunun fitnəsi televizordan qat-qat üstündür.
Niyə görə onu televiziyada bir dənə dururdu bir otaqda, düzdürmü? Uşaq da baxsaydı bilirdi nəyə baxır, böyük televizor idi, böyük də baxsaydı utanardı birdən nəsə baxmaq, tez nəsə olsaydı belə çevirərdi ora-bura ki, bizə nəsə nalayiq şey olar. Böyük sinema hər an özündədir. İstəyir stolun altına girir uşaq, istəyir kravatın altına girir, istəyir təkləşli otaqda və yaxud da biz. Onca Allah hər birimizi qorusun bunun fitnəsindən. Allah subhanahu ta'ala bizi günahlarımızı bağışlasın. Allah subhanahu bizlərə rəhm eləsin. Və Allah subhanahu ta'ala diləyirəm ki, bizim ölkəmizi, ölkə başımızı qorusun. Allah subhanahu ta'ala daim kömək olsun, düzgün şəkildə qərarlar vermək. Və Allah subhanahu ta'ala biz bu dünyadan köçərək bizə hər birimizə nəsib edəsin hüsn xatimə. Və yenə də Allah subhanahu ta'ala diləyirəm ki, o bugünkü dünyasını dəyişən bu Babək qardaşlığı onun günahlarını bağışlasın, Allah onu rəhm eləsin və Allah subhanahu ta'ala onun qalanlarına, anasına, yaxınlarına səbir versin. Həqiqətən böyük faciədir ana üçün, yəni valideyn üçün övladın onun içində yetməsi. Allah qorusun hər birimizi. Allah daha doğrusu bilir. Subhanakallah və bihamdik. Əşhədu ən la ilahe illə əntə əstəğfiruka və etûbü ileyk.